Değerli tələbələr, dövlət qulluğuna və magistra hazırlaşanlar, istər dövlət qulluğu imtahanında, istərsə magistrda və yaxud məntiq olan digər imtahanlarda tez-tez saat sualları ilə qarşılaşırıq. Bunlardan biri də bu gün burada izahını verəcəyim bu saat sualıdır. Bizə deyir ki, elektron saat 20:11-i göstərir. Ən azı sıfırdan fərqli neçə dəqiqədən sonra həmin rəqəmlərin digər düzülüşünü göstərəcək. Deməli, bizə deyir sıfırdan fərqli. Yəni, həmin ədədin özünü götürməyəcək. Yəni, müəyyən bir dəqiqə keçməlidir. 0 dəqiqə keçsə, deyərik ki, ən azı 0 dəqiqə keçsə, elə həminki oldu. Sıfırdan fərqli deyir. Ən azı dediyinə görə, biz 20:11-ə ən yaxın saatı götürəcəyik. Lakin ən yaxın saatı, baxın, bu rəqəmlərlə düzəltməliyəm. Mən buradakı rəqəmlərim ki var, onlarla düzəltməliyəm. Digər düzülüşü necə yazaram? 20:11-ə yaxın. Baxın, yazıram ki, 21. 21 neçə götürərəm? 21 10-da götürə bilərəm. 21:01 də götürə bilərəm. 21:01 daha yaxındır 20:11-ə. Düzdürmü? Ondan sonra 21:01 götürürəm. İndi nə qədər vaxt keçdi? Yəni, neçə dəqiqə sonra oldu? 20:11-dən 21:01-ə nə qədər vaxt keçmiş olur? Buradan yazaq 20:11. Baxın indi, 20:11-dən nə qədər vaxt keçir? Bunun 21 olması üçün, buradan yazaq, 21 olması üçün, yəni 21:00 olması üçün 49 dəqiqə vaxt keçməlidir, düzdürmü? Üzərini gəlirəm, bir də 1 dəqiqə buradan keçəcək. Yəni, 50 dəqiqə keçməlidir ki, saat həmin rəqəmlərin digər düzülüşünü göstərsin.